istənilən ölkədə insanların çoxu öz təhsil sistemindən narazıdırlar. Bu da normaldır, çünki təhsil sistemi mütləq şəkildə həmişə yenilənməlidir. Çünki insanlar yenilənir, uşaqlar yenilənir. Deməli, araşdırmalar göstərib ki, o valideynlər ki, hər gün öz uşaqlarına kitab oxuyurlar, yatmamışdan qabaq və biz kinolarda gördüyümüz və yaxud da günortalar kitab oxuyur və s. o uşaqların gələcəkdə akademik nailiyyətləri daha yüksək olub. Uşaqların iştirak eləmədiyi, prosesdə iştirak eləmədiyi məşğuliyyətlərdən biri, ən topu, məsəl üçün birinci misalda uşaq prosesdə iştirak eləyir dinləyici kimi. İştirak eləmədiyi məşğuliyyətlərdən ən birincisi valideynlər özləri üçün asudə vaxtlarında kitab oxuyanda bu çox müsbət təsir göstərir uşaqlara və onlar oxumağa yönümlü olurlar gələcəkdə. Əgər valideynlərin oxumağa vaxtları yoxdursa, özləri üçün və yaxud da uşaqlar üçün ən müsbət təsir olan, əgər valideynlər sadəcə maraqlanırlarsa ki, dərslərin necə keçdi, bu il nədir məktəbdə, necədir vəziyyət, danış. Bu uşaqların da akademik nailiyyətləri yüksək olur və sadəcə kino haqqında, deyək ki, hansısa məsələlər haqqında, sosial bir situasiyalar haqqında, qəliz problemlər haqqında danışan valideynlər, diskussiya aparan valideynlər öz uşaqlarından, həmin uşaqlar da gələcəkdə təhsildə yönümlü olurlar. Mən bir kitab oxumuşdum, The Smartest Kids in the World. Dünyada ən ağıllı uşaqlar, orada Amerikan jurnalist xarici ölkələrə gedirdi və orada təhsilə aid olan insanlardan, təhsil sistemində olan insanlardan müsahibə götürürdü və həm də Amerikan şagirdlərdən exchange proqramı ilə həmin ölkələrə getmiş, həmin ölkələrdə oxuyan şagirdlərdən müsahibə götürürdü ki, burada sistem necədir, müqayisə eləyin və s. Və gedilən ölkələrdə təhsil sistemi çox yaxşı olan ölkələrdir. Yəni Polşadır, Qollandiyadır, Koreyadır, Finlandiyadır, Sinqapurdur. Və kitabın hansısa ortalarında belə qənaətə gəlir ki, istənilən ölkədə insanların çoxu öz təhsil sistemindən narazıdırlar. Bizdə də məsəl üçün narazıçılıq var. Bu da sən demə dünyəvi bir fenomen imiş. Hər yerdə təhsil sistemi nə qədər yüksək olsa da narazıçılıq var. Bu da normaldır, çünki təhsil sistemi mütləq şəkildə həmişə yenilənməlidir. Çünki insanlar yenilənir, uşaqlar yenilənir. Hər il deyək ki, uşaqlara da başqa bir yanaşma lazımdır və təhsil sistemi də yenilənən, yeniliklərə hamı da açıq olmur. Hamı istəyir ki, hər şey necə var elə də davam eləsin. Amma yeniliklər də vacibdir. Bizdə də yeniliklər olur. Həm kurikuluma keçid var idi bir neçə il əvvəl, kitabların təzədən nəşr olunması, bu yaxınlarda müəllimlərlə bağlı yeni qanunlar və s. ağrılı proseslər olsa da bunlar baş verir və verməlidir də. Təəssüf ki, təhsil sistemi mobil tətbiq deyil, deyək ki, hansısa bir yenilik tətbiq olunur və bir aya istifadəçilərdən feedback alınır və düzəlişlər olunur. Təhsil sistemində yeniliklər tətbiq olunandan sonra gərək 3-4 il gözləyək, data yığaq və müəyyənləşdirək ki, yaxşıdır, pisdir, yaxşıdırsa saxlayırıq, pisdirsə dəyişirik və s. Və təəssüf ki, biz hansısa başqa ölkənin təhsil sistemini özümüzə tətbiq edə bilmirik. Çünki hər ölkənin öz təhsil sistemi olmalıdır. Zaten ona görə də Sinqapurun təhsil sistemi Finlandiyanın təhsil sistemindən tamamilə fərqlənir. Koreyanın təhsil sistemi tamamilə fərqlidir. Biz də öz təhsil sistemimizi qurmalıyıq və onu tapmalıyıq ki, bizim insanlara, bizim xalqa hansı qanunlar, hansı sistemlər uyğun gəlir. Amma nə qədər də təhsil sistemi yüksək olsa da, burada mən Colemanın araşdırmasına keçid eləyəcəm. Ümumiyyətlə, bu tipli araşdırmalar çox olub keçən əsrin 50-ci illərindən ki, təhsilə təsir göstərən faktorlar hansılardır və ən axırıncı araşdırmalardan biri Colemanın araşdırması müəyyənləşdirib ki, təhsildə olan nəticəyə məktəblər yalnız 20% təsir edə bilib. Məktəb deyəndə həm müəllimlər, təhsil sistemi, təhsil nazirliyi, bütün bu nəzərdə tutulur.
İkinci 20% bu naməlum faktorlardır. Onlar özündə hələ araşdırmalar gedir və 60% bu yaşadığı küçə, yaşadığı mühit, yaşadığı şəhər, ölkədə situasiya və s. Bu da Amerikada olan araşdırmadır. Müəyyən olub ki, məktəbin rolu o qədər də böyük deyil və o 60%-in ki, məktəbdən xaric faktorlardır. Onun da ən böyük hissəsi yenə valideynlərdir. Birinci başladığım faktorları nəzərə alsaq ki, ən çox nə həvəsləndirir şagirdləri, görürsüz ki, orada məktəb yoxdur. Orada valideyn kitab oxumalıdır. Daha doğrusu kitab oxuyan valideynlərin uşaqları valideyn özü üçün kitab oxuyanda, valideyn uşaqla söhbət aparanda ya maraqlananda yalnız bu halda uşaqların təhsilə marağı artır. Və Coleman araşdırması bunu, bu iki araşdırma fərqli araşdırmalardır. Sadəcə Coleman araşdırması da bunu təsdiqləyir ki, valideynlərin çiyinlərinə düşən yük çox böyükdür. Burada mən bir şeyə keçid edəcəm. Bəzən valideynlər fikirləşirlər ki, özəl məktəblər olsa, özəl məktəblərin rolu daha böyükdür. Buna aid araşdırmalar olub Amerikada və yəni bu araşdırmalar Amerika məktəblərinə, Amerika cəmiyyətinə aiddir. Amma görünür ki, bütün dünyada eyni fenomendir və araşdırmanın nəticəsi olub ki, özəl məktəblərdə düzdür, nəticələr biraz da olsa yaxşıdır, amma ora xərclənən vəsaitləri nəzərə alsaq, ora xərclənən pulu nəzərə alsaq ki, valideynlər ora məbləğ keçirir. Onun qarşılığında o fərq o qədər nəzər çarpan deyil. Məndə çünki bir zəng yadımdadır. Bir 5 il əvvəl valideyn zəng eləmişdi ki, bizim uşaq biz xarici yönəltmək istəyirik, 9-cu sinifdədir, nə edə bilərik? Və söhbət əsnasında məlum oldu ki, şagirdin riyaziyyat səviyyəsi çox aşağıdır. Mənlə danışanda anasıdır. Mən soruşdum ki, bəs siz bilirdiniz bu barədə nə əcəb hazırlığa qoymamısınız? Uşaq da özəl məktəbdə oxuyurdu. Anası cavab verdi ki, bizim atamız, yəni uşağın atası çox ciddi adamdır və deyirdi ki, mən bu qədər pul verirəm, özəl məktəbdə oxuduram. Məktəb özü məşğul olsun, mən əlavə müəllim tutmayacağam. Təəssüf ki, yenə əziyyət valideynlərin çiyinlərindədir. Siz özəl məktəbə versəz, dövlət məktəbinə versəz də, yenə siz məşğul olmalısınız, siz idarə etməlisiniz, siz nəzarət etməlisiniz. Bəzən valideynlər təlim-tərbiyəni də məktəbin çiyinlərinə yükləyir ki, təlim-tərbiyyə ilə də məşğul olmalıdır, amma məktəbin yaranandan missiyası yalnız elm və təhsil ötürməkdir və orada da belə məlum olur ki, onu da deyək ki, aşılayan, motivasiya verən yenə valideynlərdir, yenə yük valideynlərin üzərinə düşür və hərdən valideynlər soruşur ki, bəs onda biz məktəb seçimində nəyə fikir verək? Əgər məktəb o qədər də rol oynamırsa, biz hansı məktəbə verək? Məktəb seçimində ən vacib nə məktəbin adıdır, nə brenddir, nə reklamıdır, nə də özəl məktəbsə onun illiyidir. Əsas məsələ mühitə fikir verilməlidir ki, siz həmin uşaq hansı şagirdlərdən təhsil alacaq, o şagirdlərin həmin məktəbdə marağı nəyədir, nə ilə məşğul olurlar. Çünki belə bir deyim var ki, siz uğurlu olmaq istəyirsinizsə, sizin vərdişləriniz olmalıdır, hansısa rutinləriniz olmalıdır və siz özünüzü elə mühitə salmalısınız ki, o mühitdə, o dostlar arasında həmin vərdişlər arzu olunan yox, adi vərdişlər olsun. Biz məsəl üçün trenajora gedəndə, idman zalına gedəndə o insanlardan motivasiya alırıq ki, onlar üçün bu adi həyat tərzidir, bizim üçün isə arzu olunan vərdişdir. Məktəbdə də eynən, əgər yaxşı nəticə almaq istəyirsə, biz baxmalıyıq ki, o birisi şagirdlərin vərdişləri həmin məktəbdə oxuyan, həmin sinifdə oxuyan uşaqların həyat tərzi necədir və o bizim arzu olunan vərdişlərimizdirmi? Müəllimlərə fikir vermək lazımdır. Müəllimlər necə seçilir ya və yaxud da şagirdlər necə məktəbə götürülür? Və mən belə fikirləşirəm, direktor çox vacib rol oynayır. Mən düşünürəm ki, direktor mütləq şəkildə dərs deyən insan olmalıdır, yəni müəllim olmalıdır özü də. Heç bir zaman maliyyəçi, deyək ki, iqtisadçı və yaxud da hüquqşünas müəllim ola bilməz, direktor ola bilməz. Bu Finlandiyada bu praktika var. Mütləq şəkildə hansısa həftədə dərs saatı olan insanı direktor qoyurlar.